Gəlin bir düşünək. 4-də 1 əsr, yəni tam 25 il hakimiyyətdə qalan bir rejimi devirmək üçün nə lazımdır? Bu, təkcə bir ölkənin deyil, müharibənin, süqutun və gələcək uğrunda gedən amansız bir mübarizənin, yəni Suriyanın hekayəsidir. Və birdən 2024-cü ilin dekabrı bütün dünyanı sözün əsl mənasında şoka salan bir xəbər yayıldı. Bəşər Əsəd rejimi tam 24 ildən sonra devrildi. Bilirsiniz, heç kim bunun baş verəcəyini, ən azından bu qədər sürətlə olacağını təsəvvür belə etmirdi. Hər şey 2000-ci ildə başlamışdı. Bəşər Əsəd hakimiyyəti atasından, yəni Hafiz Əsəddən təhvil aldı və 24 il sonra puf. Hər şey bir anda alt-üst oldu və o ölkədən qaçmaq məcburiyyətində qaldı. Bu da bizi əsas suala gətirib çıxarır. Görəsən, bu qədər uzun müddət ayaqda qalan bir rejim necə oldu ki, bu qədər qısa zamanda darmadağın oldu? Yaxşı, gəlin bu sualın cavabını tapmaq üçün biraz geriyə gedək və rejimin necə bu qədər qəfil çökdüyünü anlamağa çalışaq. Bilirsiniz, Əsədin 24 illik hakimiyyəti bir növ ikiyüzlü bir qılınca bənzəyirdi. Bəli, əvvəllər bəzi iqtisadi islahat ümidləri vardı, amma bunun arxasında çox ağır bir bədəl dayanırdı. Söhbət nədən gedir? Geniş miqyaslı siyasi repressiyalardan, tamamilə susturulmuş mətbuatdan və əlbəttə hər yeri bürüyən sistemli korrupsiyadan. Yəni, vəziyyət sanki bir qığılcım gözləyən barıt səlləyi kimi idi. Və o qığılcım sonda gəldi. Amma səhv başa düşməyin, rejimin süqutu bir gecədə olmadı. Əslində bu, ölkəni sözün əsl mənasında parça-parça edən, tam 14 il davam edən amansız bir münaqişənin son nöqtəsi idi. Hekayə 2011-ci ildə Ərəb baharı ilə başladı. Əvvəlcə bir ümid qıvılcımı vardı, amma bu ümid çox tez bir zamanda zorakılıqla yatırıldı. Və bu ölkəni növbəti 10 ildən çox bir müddətə alovlar içində qoyacaq dəhşətli bir vətəndaş müharibəsinə yol açdı. Təbii ki, regional və beynəlxalq güclər də kənarda qalmadı, onlar da bu münaqişəyə qoşuldu və Suriyanı sanki bir döyüş meydanına çevirdilər. Və bu uzun, qanlı yolun sonu 2024-cü ildə rejimin süqutu oldu. Bəs bu müharibənin nəticələri nə oldu? Dəhşətli idi, sadəcə ağla sığmaz. Milyonlarla insan evini, eşiyini tərk edib qaçqın düşdü. Hələb, Homs kimi qədim, tarixi şəhərlər sadəcə xarabalığa çevrildi, sanki bir ruhlar şəhəri oldular. Ölkənin iqtisadiyyatı tamamilə çöktü və bütöv bir nəsil yoxsulluq girdabına atıldı. Bax, bu müharibənin geridə qoyduğu acı miras budur. Yaxşı, müharibə bitdi deyirik. Bəs bu, orada, o dağıntıların arasında qalan insanlar üçün nə ifadə edir? Gəlin baxaq, bugün müharibədən sonra Suriyada həyat əslində necədir? Bu sualın cavabı təəssüf ki, heç də asan deyil. Milyonlarla insan üçün bugün sağ qalmaq, sadəcə nəfəs almaq belə gündəlik bir mübarizəyə çevrilir. Təsəvvür edin, 14 milyon. Bu rəqəmi bir anlıq düşünün. Bu, ölkə əhalisinin demək olar ki, yarısı deməkdir. Və bugün məhz bu qədər insan növbəti dəfə nə yeyəcəyini, süfrəsinə nə qoyacağını bilmir. Vətənlərinə qayıdanları isə çox sərt bir reallıq gözləyir. Evləri darmadağın olub. Su, səhiyyə kimi ən adi, ən təməl ehtiyaclar artıq bir lüksə çevrilir. Bütün bunların üstünə bir də beynəlxalq humanitar yardımın getdikcə azalması gəlir ki, bu da vəziyyəti daha da çıxılmaz edir. Yaxşı, bəs belə bir vəziyyətdə bir milləti, bir ölkəni küllərindən yenidən necə qurmaq olar? Bax, bugün Suriyanın qarşısında dayanan ən böyük, ən nəhəng sual və vəzifə məhz budur. Bu qaranlıqda kiçik bir ümid işığı yandıran bir təşəbbüs var. Suriya İnkişaf Fondu. Bu fond 2025-ci ildə çox aydın bir məqsədlə yaradıldı. Suriyanı yenidən ayağa qaldırmaq üçün lazım olan o nəhəng maliyyə vəsaitini, o milyardları tapıb cəlb etmək. Amma reallıq, təəssüf ki, çox sərtdir. Suriyanın yenidən qurulması üçün tələb olunan pul sözün əsl mənasında astronomik rəqəmlərdir. Vəd edilən və ya mövcud olan vəsait isə bunun çox kiçik bir hissəsidir. Bu nəhəng maliyyə uçurumu bəlkə də Suriyanın gələcəyi qarşısındakı ən böyük maneədir. Doğrusu, belə nəhəng bir problemin qarşısında ümidi itirmək çox asandır. Amma hər şey tamamilə qaranlıq deyil. Üfüqdə bəzi kiçik işartılar da görünməyə başlayır. Məsələn, 2026-cı ilin əvvəllərində bəzi müsbət siqnallar gəlməyə başlayıb. Yeni mərkəzi hökumət yavaş-yavaş əvvəlki münaqişə zonalarında nəzarəti bərpa etməyə çalışır. Hökumətlə Kürd qüvvələri arasında inteqrasiya üçün danışıqlar gedir. Və ən əsası, beynəlxalq ictimaiyyət yenidən qurma ilə bağlı dialoqa dəvət edilir. Bəli, bunlar hələlik kiçik addımlardır. Amma unutmayaq ki, hər uzun yol kiçik bir addımla başlayır. Ancaq əlbəttə, heç kim boş xəyallara qapılmır. Hamı başa düşür ki, əsl sülhə və sabitliyə çatmaq üçün qarşıda hələ çox uzun bir yol var.
Bəli, aktiv döyüşlər bitmiş ola bilər, amma Suriyanın gələcəyi uğrunda əsl mübarizə deyəsən elə indicə başlayır. Bəs bütün bunlardan sonra Suriyanı gələcəkdə nə gözləyir? Bu sualın cavabı əslində təkcə Suriyalıların deyil, bütün dünyanın əlindədir. Və bəlkə də əsas sual budur. Biz bir millətin küllərindən yenidən doğulmasına şahidlik edəcəyik, yoxsa sadəcə kənara çəkilib üzümüzü çevirəcəyik?